Salam az dostlar, hər vaxtınız xeyir olsun. İyun ayının 19-u. İnşallah hər bir günümüz, hər bir anımız, hər birimiz üçün düşərli və uğurlu olar. Allah hər birimizin ruhusunu bol eləsin və Allah hər kəsin ürəyinə görə versin. Ünvanımız Gəncə şəhəri yarmarkanın yanı olan bu salonumuz hər kəs tanır. Gəncə şəhərində təbii ki, inanmıram tanımadığı adam qala. Və bu günlərim sizlərə Vitamızı təqdim edirəm. Vitamız 97-ci il 22 DZ CDI. Və Kuza nömrəsindən motor nömrəsi bez nömrədir, silinmədir. Maşınımız tam normal vəziyyətdədir. 5 ildir şəxsi sürdüyümüz maşın olubdur. Bu günlərim isə 11 minə sizə təklif edirəm. Və çox xahiş edirəm, dəri dostlarım. Bu günlərim iyun ayının 19-u. İnşallah bu ayın axırınacan bu maşını satarıq. Və dəri dostlarım, biz hər satdığımız maşınlara vaxt qoyuruq ona görə ki, vaxtı bitdikdən sonra çox xahiş edirəm, əlaqə saxlayıb yığmayasınız. Və orada vaxta diqqət edək. Məsələn, ayın 5-dən 15-nə, 15-dən 25-nə qoyulan maşınlar satılır. Bizdə vaxt maşına baxıb qiyməti qoyuruq və satılmadığı halda özümüz alırıq. Gələn dəfə çəkilişi baha çəkirik. O baxımdan da çox xahiş edirəm, vaxta diqqətli edək, nəzərə alaq, vaxtdan sonra heç kəs əlaqə saxlamasın. Və bu günlərim 2002-ci il 2 motor avtomat korobka olan Artrekimiz sizlərə cəmi 5800 manat ver gəl apar. Əlaqə nömrə profildə var 077 735 28 88. Hər birinizin yolunu gözləyirəm. Ünvanımız Gəncə şəhəri yarmarkanın yanı. Və hər maşın alana bir kupon hədiyyədir. Kuponumuzda isə Ransoverimiz və 25 nəfər 200 manat hədiyyə qazanacaqdır. Bir nəfər isə Ransover aparacaqdır. Və bu çəkilişdən sonra bu kuponlar satışdadır. Dəri dostlarım, satışdadır. Qiymətlər enib 10 manat. Kim istəsə 10 manatla cəmi 10 manat verib İnşallah Ransoverə sahib olar. Yolunuzu gözləyirəm. Bizdən də hər maşın alana bir kupon, 5 kupon, 10 kupon hədiyyədir bizi tərəfdən. Öpürəm sizləri, var olun. Əlaqə nömrə profildə var 077 735 28 88. Ünvanımız Gəncə şəhəri yarmarkanın yanı. Ən ucuz maşınlar harda? Təbii ki bizdə. Öpürəm sizləri, var olun, dəstək olun. Mən də sizlərə canla başla istədiyiniz maşınları çəkin paylaşım.